Və ilk olaraq çıxış sözü verirəm mən Ağarəhim Poladova. O bizə öz təcrübələrini və öz mövzusu haqqında təqdimat edəcək. Uğurlar olsun. Çox sağ olun. Salam dostlar. Əslində keçid eləyə bilərik slayda artıq. Birinci spiker olmaq çox həyəcanlı və məsuliyyətli işdir. Ona görə gözləntiləriniz varsa minimuma endirin, xahiş edirəm. İlk dəfədir birinci spikerlik eləyirəm. Biraz özüm haqqında danışım. Adım Ağarəhimdir, 14 ilə yaxındır marketinqlə məşğulam və hal-hazırda Customer Experience sahəsində konsaltinqlə məşğul olan Xperionun həm təsisçisi və Bilkomun IT distributorudur. Qafqaz və MDB ölkələrində brend rəhbəriyəm. Və bugünkü mövzumuz əslində gözlənti sözünü elə belə demədim. Gözlənti dedikdə bugün bir dəfədə o mövzuya toxunacağıq. Mən istəyərdim ki, biraz həm belə qızışaq, həm də ki, biraz gündəlik problemlərimizdən danışaq. Bu vəziyyət metroda, eskalatorda, sağda durma, solda getmə, ümumiyyətlə belə bir külli bir vəziyyətindən bezənlərin alqış eləmək istəyirəm, alqışlamağını istəyirəm. Həqiqətən də sanki insanlar bir-birlərini düşünmür. Yəni, mən də sabah tələsə bilərəm, mən də sabah bu tərəfdə ola bilərəm, irəliləmək istəyirəm və s. kimi şeyi digərləri düşünmür. Bəs bu vəziyyətdə, yəni kimsə maşınını sizin maşının qabağında park eləyib və siz çıxa bilmirsiniz, təcili bir işiniz ola bilər. Nə nömrə qoyub, nə bir əlaqə vasitəsi qoyub və s. Bu vəziyyətdən bezənləri alqışlamaq istəyirəm. Bəs bu vəziyyətdə bütün şəxsi problemlərini avtobusda çox bərkdən danışan insanları, bir də məncə hamıya tanış, bu da ola bilər. Bankomatın qabağında xaotik bir növbənin olmasını da bezmişsə xahiş eləyirəm, alqışlayın. Super. Bunu nəyə görə dedim? Bunu səhv, düz və ya pis, yaxşı bir şey kimi qələmə vermək istəmirəm. Çünki bir-birimizi düşünməyə gəlib çıxır. İstər bərkdən danışanda, istər növbədə duranda, istər eskalatorla hərəkət eləyəndə. Niyə biz bir-birimizi düşünmürük? Hamının ən azı bir dəfə internetdə oxuduğu və ya qarşına çıxdığı bir eksperiment var. Adı Marshmallow eksperimentidir. 1970-ci illərdə ABŞ tədqiqatçıları tərəfindən keçirilmişdi bu eksperiment. Uşaqların qabağına, eyni sinifdə, eyni məktəbdə oxuyan uşaqların qabağına bir marshmallow qoymuşlar və bir şərt vermişlər ki, bu marshmallownu indi yesəz bir marshmallow yemiş olacaqsınız, 10 dəqiqə səbr etsəniz, 10 dəqiqədən sonra mən sənə ikinci marshmallow'u gətirəcəm və onu yeyə biləcəksən. Və bununla ölçmək istəyirdilər ki, uşaqların bu indi qazanılacaq xeyrə qarşı reaksiyası sonra həyatlarında hansı nəticə verəcək. Və 10 ildən sonra, 15 ildən sonra onların hansı qiymət aldıqlarını, hansı universitetə daxil olduqlarını, hansı peşə sahibi olduqlarını ölçürdülər və belə bir qənaətə gəldilər ki, sən demə səbirli olan uşaqlar, ikinci marshmallow'unu gözləyən uşaqlar həyatda daha çox uğur qazanmışdı. Və uzun illər, bir 50 ilə yaxın bu fikirlə yaşayırdılar. Sonra başqa sosioloqlar gəldilər və dedilər ki, okey, biz niyə buna başqa nöqteyi nəzərdən baxmırıq? Sən demə, sonra onların ailələrinin tarixlərini öyrəndikdən sonra başa düşdülər ki, həmin an marshmallow'unu yeyən uşaqların hamısı daha az təminatlı ailələrdən gəlirdi və onların həmin marshmallow yeməsi çox normal bir hal idi. Nə mənada? Çünki onlar gündə marshmallow yeməmiş ola bilərlər və ya kimsə tərəfindən aldadılır. Məsəl üçün, az olub bizə deyiblər ki, valideynlərimiz, bunu elə sənə konfet verəcəm, o konfeti indiyə qədər yeməmişik və ya nə bilim, bu qonaqlar üçündür, qırağa qoyaq və biz o insanlara inanmırıq, nə bilim, böyüklərə inanmırıq. Bizim valideynlərimiz və ümumiyyətlə valideynlərimizin nəsli neçə krizdən, dəfələrlə müharibələrdən və s. keçiblər və onların indiki an etibarı ilə qazanılan xeyrin dalıca getməsi mənim fikrimcə sosioloji olaraq çox normal bir haldır. Mən bunları
və öncə dediyim bu vəziyyətləri insanların bir-birini düşünməməyini, pis və yaxşı kimi qiymətləndirməyinizi istəmirəm. Belə var və biz müəyyən bir tarixi yoldan keçmişik. Amma nə edə bilərik? Çünki elə həmin insanlar, həmin krizlərdən, həmin birinci marshmallownu yeyib xeyir qazanmaq məntiqi ilə böyüyən insanlar bugün bizim şikayət etdiyimiz, Facebookda uzun-uzadı negativ statuslar yazdığımız, bəyənmədiyimiz şirkətlərin qurucuları və orada işləyən insanlardır. Ölkədəki şirkətlərdə bu şərtlərlə böyüyən insanlar qrup işlədir. Onlardan gözləntimiz niyə fərqli olmalıdır? Niyə biz həmişə başa düşülmək istəyirik, amma başqalarının işini rahatlaşdırmaq üçün nadir hallarda nəsə eləyirik? Hansısa servis vaxtımızı alanda əsəbləşirik, amma özümüz başqalarının vaxtını çox rahatlıqla ala bilirik? Niyə müştəri kimi hörmət gözləyirik, amma insan kimi o avtobusda danışan, bəkdən danışan xanım kimi başqalarına hörmət nümayiş etmirik? Bu mövzunun əsasında brendin ümumi mövzumuza gəldikdə brendin nədən formalaşdığını elə bu tipli forumlarda dəfələrlə eşitmişik ki, brend formalaşır, nə bilim, logodan, vizual identikadan, məhsuldan, nə bilim, product placement və s. və l. Amma həqiqətənmi burada, yəni neçə dənə şirkət sahibi və şirkətdə işləyən adamlar var. Hamınızın əminəm ki, produktu da var, vizual identikanız da var, logonuz da var. Amma brend formalaşıbmı və ya brendə sadiqlik formalaşıbmı? Sual budur. Sonucda brendə sadiqlik onun müştəri ilə rəftarı əsasında formalaşır. Yəni, insanlarla rəftarımız sonucda bizim brendi və ona sadiqliyi formalaşır. Həmin rəftar isə digər sözlə customer experience-dir, yəni müştəri təcrübəsi, müştəri hansı hissi yaşayır, hansı emosiyanı yaşayır, ona həmin şirkətə sadiqliyini qoruyub saxlaya bilirmi? Customer experience barədə 3 dənə sadə nümunə vermək istəyirəm ki, biz ümumiyyətlə onu nəyin əsasında qura bilərik? Məsəl üçün, customer experience müştəri niyə belə edir sualına cavabın axtarışıdır. Məsələn, niyə müştəri təkrar alış etmir? Case base deyim sizə ki, məşhur bir marketplace-də çalışırdım. Həmin marketplace-də bir dəfə alış-veriş edən insan təsəvvür edin ki, 2 ilə qədər ikinci dəfə alış-veriş eləmirdi. Biz də oturub sadəcə bir sual verdi özümüzə ki, niyə belə olur? Və başladıq xüsusi bir hətta şöbə yaradıldı ki, şöbə deyəndə call center kimi, biz başladıq həmin insanlardan öyrənməyə ki, siz niyə istəmirdiniz? Sən demə, onların həmin marketplace-ə gəlməklərinin yeganə səbəbi başqa yerdə ala bilməyəcəkləri kreditdir. Yəni, o boyda brend onlara fərqli bir dəyər bəxş edə bilməmişdi ki, mən 2 il ərzində orada ikinci dəfə hər hansısa bir alış-veriş eləyim. Və ya təhsil mərkəzində çalışdıqda niyə istifadəçi prosesi yarıda dayandırır? Bizim bir 2 il yarımlıq uzun təhsil prosesimiz var idi və orada gəlib gördük ki, 6 aydan sonra, 9 aydan sonra təhsilini dayandıran insanlar var idi. Özümüzə sual verdik ki, niyə bu baş verir? Sən demə, təsəvvür edin ki, məsəl üçün, 2D dizayn mövzusundan 3D dizayn mövzusuna keçən tələbələr 3D dizaynın dəyərini anlaya bilməmişdi. Yəni və orada məsəl üçün bir 30% müştərini itirirdik. Biz sadəcə həmin semestrların arasında bir dənə əlavə seminar keçirtməklə ki, siz 2D-dən 3D-yə keçəndə bunu öyrənəcəksiniz, bu peşələrə sahiblənə bilərsiniz, bu tip layihələr eləyə bilərsiniz. Sadəcə özümüzə sualı verməklə və bir dənə işçi götürməklə, onda adını happiness manager qoymuşduq. Adam tələbələr üçün il boyu, tədris ili boyu müxtəlif müsabiqələr və tədbirlər keçirdirdi. Onunla 30%-ə yaxın müştərini saxlayıb və onlara əlavə, yəni həmin o təhsildən əlavə bir dəyər verməyə bacardıq. Və son iş yerimin, yəni bundan əvvəlki iş yerimində yaşadığımız məsələ müştərilərin dəstək xidmətinə verdikləri suallara cavab axtarmaq ki, məsəl üçün, ayda bir dəfə Voice of Customer, yəni müştəri səsi iclası eləyirdi və bütün şöbələrə deyirdi ki, sizin şöbə ilə bağlı bu şikayətlər var, sizin şöbə ilə bağlı bu şikayətlər var və scorecard verirdi ki, həmin scorecardda bağlı, yəni siz heç bir yenidən marketinq dəyəri fikirləşmədən, yenidən bir kampaniya eləmədən və s. sadəcə şirkətinizdə cari düzgün getməyən prosesləri düzəltməklə xeyli qabağa düşüb xeyli pul qazanırdınız ki, sonucda məqsədimiz budur. Sözümü nəyə gətirmək istəyirəm? İnsanlarla insan kimi rəftar etmək lazımdır və bu şirkətlərin də
amalı olmalıdır və bu şirkətlərin də məqsədi olmalıdır. Bunu etsək, biz customer experience mövzusunda da lider vəziyyətdə ola bilərik. Marketinq gözlənti yaradırsa, qayıdıram gözlənti söhbətinə, customer experience brendin etibarlılığını formalaşdırır. Məhz bunu etməklə siz həqiqətən də strateji brend dəyəri formalaşdıra bilərsiniz. Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkürlər, təşəkkürlər. Çox ilk təşəkkür ona görə ki, maraqlı çıxış, ikinci təşəkkür vaxtı doğru istifadə elədiniz. Dördən təşəkkür. Anidən bir sual verim, sonra keçək o bir spikerə. Maraqlı gəldi. Müşahidələrinizlə customer experience deyəndə bu tipli forumların auditoriyasının customer experience-ində nə deyə bilərsiniz? Onların gözləntiləri nə olur? Onların gözləntiləri yəqin ki, bizim nəzəri yox, nəsə təcrübəmizdən bir şey danışmamızdır. Ona görə əlimizdən gələni eləyəcəyik ki, o gözləntiləri yerinə yetirək və həm də o customer experience. Təşəkkür edirəm. İnanıram ki, sonda alqışlarla bunu biz biləcəyik. İndi alqışlamırlar hələ, sonra saxlayırlar ki, toplu olacaq.